Salam aleyküm. NHV. İstəyirəm sizə biraz pis çıxmazsan dərs keçim. Yəni bu armuddur. Bu da gavalı. Yəni armud heç vaxt gavalı ola bilməz. Gavalı da özünü cırsa, yəni armud ola bilməz. Bu belə. Я девушка восточная, Восток дело тонкое. Vostok nə deməkdir? Yəni vосточные женщины, qadınlar həmişə armud formasında. Yəni bu genetikdir. Bunu dəyişdirmək qeyri-mümkündür. Əgər buna müdaxilə etməsə. Yəni müdaxilə necə? Həkim burasını kəsməsə, buranı azaltmasa, buradan sovurmasa, yəni bu armud həmişə armud olacaq. Düzdür. Bu dəyişə bilər. Məşqlərini biraz balacalaşa bilər təbii yolla, amma heç vaxtı bu armud bu ola bilməz. Bu belə. Burada yazırsınız ki, fitness modellərə baxsınız, xaricdə razılaşarsınız. Birincisi, mənim səhifəmdə heç arada yazılmır ki, mən modeləm. Mən fitness məşqçiyəm. Mən hər yerdə danışıram ki, mən sadə qadın olmuşam. 35 yaşında yolumu başlamışam. Gəlib, bütün yolu keçəndən sonra fitness məşqçi olmuşam. Mənim videolarım, mənim səhifəm bunun haqqındadır. Yəni o haqqdadır ki, hər bir qadın özünə inanıb, ürəyi kim istəsə ola bilər. Hər şey onun əlindədir. Yəni mən heç arada yazmamışam ki, mən möcüzəyəm, mən modeləm, amma Allahın işini bilmək olmaz. Mən bilmirəm sabah nə ola bilər, bəlkə elə mən də model oldum. Birdir ki, xaricilər yenə də başa salıram ki, Vostok, vосточные женщины, Vostokda qadınlar armud formasında olur. Xaricilər gavalı da ola bilər. Amma biz yox. Yəni bizi bu qane edir. Bu bir. Çox sağ olun. Minnətdaram ki, siz qaqaşın dərdini çəkdiniz və öz rəyinizi bildirdiniz. Sağ olun.